Təyin budaq cümləsi iki vəzifədə işlənir. Birincisi, təyin budaq cümləsi gəlib sözlə, baş cümlədə gəlib sözlə ifadə olunmuş hər hansı bir üzvü izah edib aydınlaşdırır. Bu məqsədlə baş cümlədə bu, o, elə, belə, həmin bir sözlərindən istifadə edilir. Məsələn, elə bir sillə vurdular ki, ömrü boyu ağrısı yadımdan çıxmaz. Bu həmin kolxozdur ki, borc içində itib batmışdı. Bunlar müxtəlif söz sənətkarlarımızın əsərlərindən alınan örnəklərdir. Məsələn, hansı kolxozdur? Həmin kolxozdur. Burada, məsələn, baş cümlə ki bağlayıcısına qədər olan cümlədir və həmin sözü gəlib sözdür. Yəni budaq cümlə borc içində itib batmışdı. Yəni, hansı kolxoz? Borc içində itib batan kolxoz. Və burada təyin budaq cümləsi demək, əvəz etmə deyil, izah etmə funksiyası daşıyır. Yəni, baş cümlədə olan gəlib sözü, əvəzlik qəlibi izah edir. Təyin budaq cümləsinin ikinci vəzifəsi ondan ibarətdir ki, o baş cümlədə olmayan təyini əvəz edir. Və buna deyirlər ki, əvəz etmə funksiyası. Məsələn, adam var, alcəyər, şalı bəyənməz. Burada heç bir əlamət yoxdur. Bunu gərək düşünüb tapaq. Məsələn, adam var. Özümüz xəyalımızda elə sözün qoyuruq. Elə adam var ki, alciyər şalı bəyənməz. Yəni, burada əslində gəlib söz yoxdur. Baş cümlədə, baş cümlə adam var cümləsidir. Bunu necə tapırıq? Adam vardan sonra ki bağlayıcısı qoya biliriksə, adam var ki, alciyər şalı bəyənməz. Adam var ki, adamların naxşıdır. Adam var ki, dindirməsən yaxşıdır. Yəni, bunlarda heç bir gəlib söz yoxdur baş cümlədə. Lakin, demək, budaq cümlə, yəni təyin yoxdur. Budaq cümlə təyini əvəz edir. Məsələn, adam var, xəbərdir. Kim var? Adam var. Necə adam? Yəni, alcayıb şalı bəyənməyən adam. Bu da demək, belə faktlar göstərir ki, təyin budaq cümləsinin bir növü baş cümlədə olmayan təyini əvəz etməkdir. Təyin budaq cümləsi həm baş cümlədən sonra, həm də baş cümlədən əvvəl işlənə bilər. Baş cümlədən sonra işlənəndə təyin budaq cümləsi baş cümləyə iki vasitə ilə bağlanar. Birincisi ki bağlayıcısı ilə bağlanar, ikincisi isə intonasiya ilə bağlanar. Demək, təyin budaq cümləsi baş cümlədən əvvəl gələndə isə demək, ona müxtəlif vasitələrlə, aşağıdakı vasitələrlə bağlanır. Məsələn, bağlayıcı sözlərlə bağlanır və yaxud da demək, bağlayıcı söz və sahə şəkilçisi ilə bağlanır. Yəni, bu vasitələr göstərir ki, təyin budaq cümləsi demək, baş cümləyə bağlayıcı sözlə bağlana bilir. Bağlayıcı sözlə bağlandıqda mütləq bağlayıcı söz budaq cümlənin tərkibində gəlir və bağlayıcı söz hansı cümlədə olarsa, həmin cümlə budaq cümlədir, həmin budaq cümlədə baş cümlədən əvvəl gəlməlidir. Ona görə də bu vasitə olan təyin budaq cümlələri baş cümlədən əvvəl gəlir. Məsələn, demək, o elə bir, o qorxudur ki, birdən Gülzar gəlib beləcə onun qabağına çıxar. Bu həmin çadır idi ki, onun içində Əbu Said Sara Xatunla Şeyx Heydəri qəbul eləmişdi. Aya, görək bu sözü ki, biz buna deyirik, bu sözlərin bu şəxsə mənfəəti var ya yoxdur. Yəni, demək, bu onu göstərir ki, dilimizdə təyin budaq cümlələri geniş yayılmışdır. Təyin budaq cümlələri demək, bağlayıcı sözlə bağlanmasına bir nümunə deyək. Məsələn, hansı kitabı deyirsənsə, o kitabı oxuyum. Burada hansı bağlayıcı sözdür və sahə də şəkilçisidir. Ona görə də burada bağlayıcı vasitə olaraq bağlayıcı söz və sahə şəkilçisindən danışa bilərik. Ola bilər ki, sahə şəkilçisi işlənməsin. Məsələn, nə cür deyirsənsə, o cür meyvə alım.
və nə cür deyirsən, o cür meyvə alım. Həm sasədən istifadə edə bilərik, həm istifadə edə bilmərik. İstifadə eləyəndə deyəcəyik ki, 2 bağlayıcı vasitə ilə bağlanır, eləməyəndə bir bağlayıcı vasitədən danışacağıq. Demək, mürəkkəb cümlə tabeli mürəkkəb cümlədə maraqlı cümlələrdən biri də tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsi də təyin budaq cümləsi kimi 2 vəzifədə işlənir. Birincisi, tamamlıq budaq cümləsi baş cümlədəki gəlib sözü izah edib aydınlaşdırır. Məsələn, onu bilirəm ki, haqq, ədalət əvvəl-axır qalib gəlir. Burada onu bilirəm, 2-yə qədərki cümlə baş cümlədir və cümləni belə təhlil edirik. Nə edirəm, bilirəm, xəbər. Kim bilir, mən yoxdur, ancaq təsəvvür olunur mübtəda, yəni mübtədası olmayan müəyyən şəxsi cümlədir baş cümləmiz və demək, nəyi bilirəm, onu. Ancaq o nədir? Burada işarə olunubdur. Biz onun nədən ibarət olduğunu bilmirik. Budaq cümləyə nəzər salıb onu tapacağıq. Onu bilirəm. Yəni nəyi? Yəni haqq, ədalətin əvvəl-axır qalib gəldiyini. Burada onu sözü gəlib sözdür, işarə olunubdur və budaq cümlə onu açır, yəni izah edir. Yəni bu tamamlıq budaq cümləsinin izah edici funksiyasıdır. Tamamlıq budaq cümləsi bəzən demək, ikinci növü belədir ki, baş cümlədə tamamlıq olmur, formal baxımdan iştirak etmir, lakin budaq cümlə həmin tamamlıq budaq cümləsini demək, izah eləyir. Məsələn, deyirəm, ən böyük vüqar bizdədir. Burada deyirəm, baş cümləmizdir, deyirəm. Nə edirəm, deyirəm ki, mən. Mən yoxdur, lakin yenə də təsəvvür olunur. Nəyi deyirəm, heç bir işarə yoxdur və nəyi sualına ən böyük vüqar bizdədir cümləsi cavab verir. Ona görə də o tamamlıq budaq cümləsidir və demək, baş cümlədən sonra gəlmişdir. Tamamlıq budaq cümləsi tamamlığın özü kimi vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıq budaq cümləsi təsirli halın suallarına cavab olur. Demək, nə və yaxud da nəyi suallarına cavab olur. Lakin vasitəli tamamlıq budaq cümləsi təsirli haldan başqa yerdə qalan tamamlığın bütün suallarına cavab verə bilir. Əhval-pürsanlıqdan sonra dedi ki, bəs çay almağa gəlib. Burada dedi ki, mütərizədə nə sualını qoymuşuq, yəni nə dedi, əslində nəyi dedi. Bu qeyri-müəyyən vasitəsiz tamamlıq budaq cümləsidir. Yəni ikinci cümlə. Qoy bilsinlər ki, nəyi bilsinlər? Necə xəlvət dərələrdə tülkü bəydir. Və yəni burada nəyi sualına cavab verir, müəyyən təsirli halın sualına cavab verir və müəyyən vasitəsiz tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsi həm baş cümlədən sonra, həm də əvvəl işlənə bilir. Yəni, onun yeri belədir. Baş cümlədən əvvəl də ola bilər, sonra da ola bilər. Baş cümlədən sonra gəldikdə ona ya ki bağlayıcısı, ya da intonasiya ilə bağlanır. Tamamlıq budaq cümləsi, demək, baş cümlədən əvvəl gəldikdə isə ona ya bağlayıcı söz və sasiyə şəkilçisi ilə, ya da yalnız bağlayıcı sözlə bağlana bilər. Baş cümlədən sonra gələn tamamlıq budaq cümlələrinə örnək olaraq aşağıdakıları göstərə bilərik. Onu da bilirlər ki, xəmirimə özgə mayası qatmamışam. Aha, onu bilirlər. Nəyi bilirlər? Bu baş cümlədir, 2-yə qədər olan baş cümlədir. 2 bağlayıcısından sonraki cümlə isə budaq cümlədir. Və yaxud da o istəmirdi ki, külfət içinə 2 tirəlik düşsün. O istəmirdi. Nəyi istəmirdi? Yəni, külfət içinə 2 tirəliyin düşməsini. Burada tamamlıq budaq cümlələri baş cümlədən sonra gəlmişdir. Tamamlıq budaq cümlələrinin demək, elə növü vardır ki, demək, o baş cümlədən əvvəl gəlir və bu zaman ona bağlayıcı sözlə və yaxud da bağlayıcı söz və sasiyə şəkilçisi ilə bağlanır. Məsələn, kimə demişdinsə, kitabı ona verdim. Burada kimə bağlayıcı sözdür və sasiyə var. Deməli, həm bağlayıcı söz, həm də sasiyə şəkilçisi ilə bağlanıbdır. Diqqətinizə görə təşəkkür edirəm.